Hazırda həbsdə olan Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətində problem yaranıb. Bölgə TV xəbər verir ki, bu barədə onun yaxınları deyib. Məlumata görə penitensiar xidmətin müalicə müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər. Hazırda durumun ağır olduğu deyilən icra başçısının qarın nahiyəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir. Onu da xatırladaq ki, Mahir Quliyev həbsdə olarkən ürək əməliyyatda keçirib. Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatda həbs edilib. İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu mənimsəmə və israf etmə, 308.1-ci vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 311.3.2-ci təkrar rüşvət alma və 313-cü vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib. O 11 il azadlıqdan məhrum etmə cəzasına məhrum olunmuşdu. Sonradan yuxarıda instansiya məhkəməsi onun cəzasını qismən azaldıb. Fikrət Qədimli, Bölgə TV.